Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Səngər Adamları adlı kitabın təqdimatı keçirildi. Mərasimdə Respublikanın tanınmış imza sahibləri, politoloqlar, millət vəkilləri, jurnalistlər, eləcə də şəhidlik zirvəsinə ucalan söz sahiblərinin yaxınları iştirak etdilər. Səngər Adamları istər 44 günlük 2-ci Qarabağ savaşı dövründə, istərsə də 30 illik işğal zamanı Ermənistanın ölkəmizə qarşı haqsız müharibəsində qələmini silaha çevirən Azərbaycanlı jurnalistlərdən bəhs edir. Biz bu kitabda müxtəlif media qurumlarının Qarabağ bölgəsində çalışan 29 müxbir və operatorundan bəhs eləmişik. Məqsədimiz bu idi ki, hər zaman onlar təkcə 2-ci Qarabağ müharibəsində deyil, bundan əvvəl də həm atəşkəs dövründə, həm aprel döyüşlərində də informasiya cəbhəsində xidmət edirdik. Və hesab elədik ki, elə birinci özümüzün fəaliyyəti haqqında, cəbhə bölgəsində xidmət haqqında, onların özəllikləri haqqında, eləcə də informasiya müharibəsinin aparılması ilə bağlı müxtəlif vaxtlarda dərc edilən müsahibələri topladıq bu kitaba və istədik ki, bununla da hərbi jurnalistiyə meyil olanlar üçün bir vəsait hazırlayaq. Qeyd edək ki, Səngər Adamlarının ideya müəllifi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.